Tema suallarına davam edirik. Deməli, 5-ci sualda baxmışdıq. 6-cı sual. 6-cı sualda bizə təklif verir ki, aşağıdakı təyinliyin ödənməsi üçün neçə dənə 5 istifadə olunub? Deməli, hər cəmə baxsaq, 1, 3, 5, 7 istifadə olunur. Üzrlü sayın. Hər cəmdə fikir verin, mötərizələrdə 1, 3, 5, 7 cəmindən istifadə olunur. Yəni 1, 3, 5, 7-nin toplu necə eləyir? 16-dan istifadə olunur. 16 burada var, 16. Neçə dənə 16-lar toplasaq, təsəvvür eləyin, n-dən 16 var. 16-nı vurmaq lazımdır n-ə və bunun nəticəsi də 16.016 olacaq. 16.016 olacaq. Burada n-i tapmaq istəsəm 16.016-nı 16-ya bölüm görüm neçə dəfə düşür? 1001 dəfə düşür də deyəsən. 1000 dəfə olsa 16.000 olur. Bir dəfə də 16. 1001 düz 1001 oldu. Yəni tam bölündü. Tam bölündüyü üçün deməli hər cəmdəki buradakı 5-lərin sayı qədər 1001 olacaq. 5-lər də görürəm ki, burada hər cəmdə bir dənə 5 var. Hərəsində bir dənə olacaq. Ona görə də 1001 dənə də 5 olacaq. Çünki hər cəmdə bir dənə cavab D variantı olacaq. Cavab olacaq D variantı. Belə. Yox, birdən sual yaranar ki, tam bölünməsəydi. Burada qalıq qalsaydı, məsələn deyək ki, qalıq 2 qaldı. Məsələn deyirəm, qalıq 2. Qalıq 2, məsələn deyək ki, qalıq 4 qaldı. Qalıq 4 qalsaydı, artıq 1002 olacaqdı. Çünki niyə? Qalıq 4 pis nə deməkdir? Yəni 1001 dənə 5 istifadə olunub, məsələn deyirəm, 1001 alınıb, qalıq 4 alınıb. 1001 dənə 5 istifadə olunub, 1, 3, 5, 7 cəmidə istifadə olunur. 1, 3, 5, 7 cəmidə. Qalıq 4 bu deməkdir. Çünki 1, 3, 5, 7, 4 dənə olur. 5 bir dənə də bunun içində olacaqdı. Əgər qalıq qalacaqdırsa. Elə sual varsa əgər. Sonra 7-ci sual. 7-ci sual da biraz sadə sualdır. Bizə təklif verir ki, Zeynəbin akvariumda 18 qırmızı deməli və 6 mavi balığı var. 6 mavi balığı var. 3 həftədən sonra, hər 3 həftədən sonra deyir. Hər 3 həftədən sonra, baxın sual buradadır, Azərbaycan bölməsi. Deyir, hər 3 həftədən sonra. Mən elə bir həftəni, mən neçə həftə deyir mənə ya, neçə həftə deyir. Onu bir x-dan götürsəm. Tutaq ki, neçə həftədən sonra deyib də. Hər həftə, məsələn, hər həftə olsaydı, bir qırmızı əlavə eləyirdi. Deməli, qırmızının üzərinə 1 gəlirəm. Həftə olduğu üçün bilməm neçə həftə. X-a vururam 1-i. Bərabərləşməlidir. Axırda deyir, bərabər olsun. Axırda deyir, bərabər olsun. 6 mavinin üzərinə də x həftədən, hərəsində də deyir 4 mavi gəlsin. Vurulsun x-a. Buradan x-i tapsam, 3-ə vursam bunu. X tapdığım x-i 3-ə vursam, hər 3 həftədə deyib baxın. Aldığım cavab mənim yekun cavabım olacaq. Yəni neçə həftədən sonra olacaq. Sadəcə x-la işləyirəm. Burada tənlik necə olur? 18 üstə gəlsin x bərabərdir 6 üstə gəlsin 4x. 6-nı bu tərəfə keçirsəm 18-i 6 çıxanda 12 bərabərdir. X-i də bu tərəfə keçirsəm sağ tərəfə 4x-dən x çıxanda 3x-a. Vəssalam. Hələ bu mənə kifayət eləyir də. Da bu tənliyi axıra kimi həll etməyə ehtiyac yoxdur. Niyə? Axı biz dedik hər 3 həftədən sonra biz cavabı tapmaq üçün 3x lazımdır bizə. 3x. 3x lazımdırsa mən 3x-i buradan tapmışam da fikir verin tənlikdə 12 eləyir. Yəni cavabımız yekunda 12 C variantı. Növbəti sual. Deməli növbəti sual da sadə suala oxşuyur. Biraz həndəsi biliklərə lazımdır. Əgər burada fikir verin bizə deyir ki, baxın burada bizə deyir ki, aşağıdakı şəkildə ABCD ümumi fiqur düzbucaqlıdır və burada AGFY düzbucaqlıdır. KLMC də bura ağ hissə də kvadratdır deyir. Kvadrat. Vəssalam. Şəkildə verilənlərə əsasən, rəqəmlərə əsasən ağ bölgənin sahələri cəmi. Bunu tapacağam, bu ağı tapacağam, toplayacağam. İndi mən bilirəm ki, əgər bu hissə 9-dursa, niyə? Çünki burada 2 var, 7 var. Deməli, bu düzbucaqlıdırsa, eni bu tərəfdən də 9 olmalıdır, düzdürmü? Eni oradan 9 olması üçün 5 burada var, 5 rəqəmi. Deməli, mən bura bir 4 yazsam düz olarmı? Düz olar. Çünki 5-dən 4-ün cəmi 9. Bu tərəfdə 9-dur. Sonra 4 olduğu üçün bunun yuxarısına da mən 4 yazacağım. Niyə? Çünki özü demişdi, kvadratdır. Bax, bu fiqur kvadratdır. Deməli, bunun hər tərəfi 4-dür. Yuxarı 4 yazıram. Mən yuxarının nə olduğunu görürəm. 9, bir də 4 olduğunu görürəm. Neçə eləyir? 13. Deməli, aşağı da 13 olmalıdır. Çünki düzbucağın uzunluğu bir-birinə bərabərdir. Burasında 5 varsa, 13 olması üçün deməli, nə yazmalıyam mən bu ağ yerə? 8 yazmalıyam uzunluğa. Yəni, AG-nin uzunluğu 8.
AG-nin uzunluğu 8-dirsə, deməli elə ehtiyac yoxdur. Bu AY-nin uzunluğunu sən zaten 7 bilirsən. AG-nin uzunluğunu da 8 bilirsən. Deməli bu düzbucağın, ağ düzbucağın sahəsini necə tapırsan? 7-ni 8-ə vurursan. Yəni olur 56. Bu oldu 56. Sonra keçirəm bu kvadrat demişdim də mən buna. Kvadratın sahəsini necə tapırsam 4-ü 4-ə vururam. Bu ağ sahədə olur 16. Vəssalam. Ağların deyir ağ bölgənin sahəsi nə qədərdir? 56 ilə də 16-nı toplayırsınız, eləyir deməli 72. Məkan. Cavab olur D variantı. Sonra növbəti sual, 9-cu sual. Bir də deyir ki, ulduzlar deməli harda verilib? Azərbaycan şərti hardadır? Burada. Deməli verilmiş, yuxarıda yazılmış vurma cədvəlinə görə hərflərin yerinə yazılmalı olan rəqəmlərin cəmi neçədir? Hə, burada hərflər verib, bu hərfləri mən görmürəm. Yəqin bu qələmlə yazdığı şagirdin bu hərflərdən söhbət gedir. Deməli, baxaq bir dənə sualımıza. Vurma cədvəlində mən bilirəm, vurma cədvəli deyirəm. Vurmada mən bilirəm ki, 370 burada nədirsə də, bu hissə yoxdur, yəqin şagird yazıb. 370 neçəni mən 3-ə vursam, yazmalıyam burada. Deməli belə çıxır ki, mən buradakı 1122 ədədini 3-ə bölsəm yuxarıdakını alacam və sonu da olacaq həmin o bağlayır. Yəni nədirsə. 3-ə bölsəm eləyir 3 dəfə 9, 27-nin içində də 22-nin içində də 7 dəfə 21, 1 qalır. 12-nin içində 4 dəfə. Deməli bura 4 olmalıdır. Həmin şagird kimdirsə düz yazıb. Bura 4 olmalıdır. Sonra bu da gizlənib. Baxın buradakı da gizlənib. Sonra isə baxıram bu toplama hissəsinə. Burada toplama hissəsindən kömək görüm varmı? 2 düşüb aşağı. 2 ilə 2 toplanıb düşüb aşağı 4. 1 ilə 9-u toplayanda, 1 ilə 9-u toplayanda aşağı 0 yazıb 10. 1 yadda. 1 yadda. Bununla 1 ilə də buradakı nədirsə onu toplayanda bunu bir dəqiqə indi. Bir dəqiqə. Demək mən buradakı 4-ü, buradakı bir ədədə vurmuşam. Son rəqəmi 2 eləyib. 2 eləyib. Deməli 4-ü nəyə vuranda 2 eləyə bilər? 3 də ola bilərdi o rəqəm. 3 olsaydı, uşaqlar. 3 olsa 300 neçəni 3-ə vuranda 2000 neçə ola bilməz. Deməli böyük ədəddir. Deməli 3 deyil. Sonra nəyi yoxlayıram? 4, 5, 6, 8 ola bilər bir də. Şagird doğru yazıb məncə. 8 olsa 32-nin ikisini yazıb bura. 3 yadda. 8-i 7-yə 56, o da 3. 59, bəli. 9 düşüb bura. 5 yadda. 5 yadda. Və 8-i 3-ə vuranda 24, o da 5, 29 bura düşməlidir. 29 düşürsə deməli həmin o bağlı yerə 9 düşməlidir. Şagird doğru yazıb. Bu bağlı yerə 9 düşməlidir. Vəssalam. İndi altılı toplama hissəsində mən demişdim 1 ilə 9-un cəmi 10, 1 yadda. Burada da 1 ilə 9-un cəmi 10, amma 1 yaddadan sonra 11 olmalıdır. Yəni bu bağlı yerə də 1 düşdü. 1 düşdü. Və 11-in 1 yaddasından sonra bu 2 aşağı necə düşəcək? 1 yadda ilə 3 kimi düşəcək. Vəssalam. Bütün bağlı yerlər açıldı. Yəni mən atılan sual belədir, yazılıdır. Yəni mənə deyir ki, bu yazılan rəqəmlərin cəmini tap. Deməli məndə həmdə nə var? 4 var. 8 var. Sonra 9, 1, 3. Bunların cəmini tapmaq tələb olunur. Deməli 10, 22, 25. Cavab burada 25 Y variantı. Növbəti suala baxaq. Deməli bizə deyir ki 10-cu sualda. Haradadır bu şərt Azərbaycan bölməsi? Burada. Yay festivalı üçün bir meyvə satıcısı meyvə səbətləri hazırlayır. Hər səbətdə eyni sayda meyvə dəstəsi olur. Məsəl üçün bu səbətdə tutaq ki 3 saydadırsa, digər səbətdə də 3 sayda olacaq. Eyni sayda olmalıdır. Say olaraq dəstələr. Hər səbətdə 12 dəstə yerləşir. Deməli bir səbət var burada, 12 dəstə var. Bir səbət var burada, 12 dəstə var. Yəni başa düşmək üçün yazıram. Sonra deyir ki, hər dəstədə də 6 meyvə olur. Deməli belə çıxır ki 12 dəstə var, 12 dəstə var. 6 meyvə var hərəsində. Deməli ümumilikdə 72 meyvə var bir səbətdə. Baxın 12 dəstə var. Bunda da 12 dəstə var. Bunda da 12 dəstə var. Bilmirəm amma neçə dənə səbət var. Amma hər dəstədə 6 olduğu üçün 12-ni 6-ya vurursunuz. 72 dənə meyvə burada var bu səbətdə. Sonra ikinci səbətdə. Səbətlərin sayını bilmirəm hələ ki. Amma bilirəm ki hərəsində 72 dənə belə deyək. 72 dənə meyvə olacaq. Hərəsində 72 dənə meyvə olacaq. Sonra meyvə satıcısı 20 səbəti tam doldurur. Aha, sən demə 20 səbət var imiş burada. Sayları 20-dir. Bu səbətlər ki, meyvələrin ümumi sayı nə qədər? Çox sadə. Çox sadə.
Həmin o tapdığımız 72-ni də hər səbətdə axı demişik 72 meyvə var. 72-ni də 20-yə vuracaqsan. Götürəcəksən 72-ni vuracaqsan 20-yə. Bu eləyir neçə? 40 demək 0 14. 1400 bu nə idi yazdım bura? 0. Deməli belə olacaq. 1440. Yəni cavab olacaq 1440 hansı variantda? C variantında verilib.